Charlie Chaplin, mən mələk deyildim, amma həmişə insan olmağa çalışmışam. 12 uşaq atası Charlie Chaplin 1965-ci ildə 76 yaşlı müdrik qoca olaraq rəqsdə özünü Paris səhnəsində axtaran 21 yaşlı qızı Geraldinaya emosional və dərin məzmunlu şəxsi məktub yazıb. Bu, ata məhəbbəti və qayğısının, kədər və sevincin, qürur və təcrübənin, toplanmış müdrikliyin və onda qorunan uşaqlığın nümunəsidir. Mən mələk deyildim, amma həmişə kişi olmağa çalışmışam. İnsanlara yaxından bax, qızım. Dul qadınlara və yetimlərə bax. Və gündə ən azı bir dəfə özünə de, mən də onlar kimiyəm. Bəli, sən də onlardan birisən, qızım. Üstəlik, sənət insana yüksək uça bilməsi üçün qanad verməzdən əvvəl, adətən onun ayaqlarını qırır. Özünü tamaşaçılardan üstün hiss edəcəyin gün gəlsə, dərhal səhnəni tərk et. Qarşına çıxan ilk taksi ilə Parisin kənarına get. Orada sizin kimi daha gözəl, daha zərif, daha qürurlu çoxlu rəqqaslar görəcəksən. Mən onları çox yaxşı tanıyıram. Orada teatrımızın proyektorlarının göz qamaşdırıcı işığından əsər əlamət olmayacaq. Onlar üçün projektor, aydır. Yaxşı bax, yaxşı bax. Səndən yaxşı rəqs etmirlərmi? Etiraf et, qızım. Həmişə səndən daha yaxşı rəqs edən, səndən daha yaxşı oynayan biri olacaq. Və unutma, Charlie'nin ailəsində yük daşıyanı söyən və ya Sena sahilində oturan dilənçiyə gülən kobud insan olmayıb. Mən öləcəyəm, amma sən yaşayacaqsan. İstəyirəm ki, heç vaxt kasıblığı bilməyəsən. Bu məktubla sənə çek kitabçası göndərirəm ki, istədiyin qədər xərcləyəsən. Ancaq 2 frank xərclədiyin zaman 3-cü sikkənin sənin olmadığını özünə xatırlatmağı unutma. Həmin sikkə ehtiyacı olan yad adama məxsus olmalıdır. Və belə birisini asanlıqla tapa bilərsən. Bu zavallı qəribləri görmək istəsən, hər yerdə onlara rast gələcəksən. Mən səninlə puldan danışıram, çünki onun şeytani gücünü öyrənmişəm. Mən sirkdə çox vaxt keçirmişəm. Həmişə hündürlükdə iplərin üstündə gəzənlərdən yıxılarlar deyə çox narahat olmuşam. Amma sənə deməliyəm ki, insanlar təhlükəsiz olmayan kəndir üzərində gəzənlərdən daha çox, bərk yerdə çox yıxılırlar. Ola bilsin ki, axşamların birində hansısa brilyantın parıltısı səni kor edəcək. Məhz o anda o, sənin üçün təhlükəli bir ipə çevriləcək və bil ki, bu zaman yıxılma sənin üçün qaçılmazdır. Bəlkə bir gün hansısa şahzadənin yaraşıqlı simasına əsir düşəcəksən. Məhz həmin gün təcrübəsiz qız olduğundan bir ip üstündə gəzənə çevriləcəksən və təcrübəsiz insanlar da həmişə yıxılır. Ürəyini qızıl və zinət əşyalarına, pula satma. Bil ki, ən böyük almaz günəşdir. Xoşbəxtlikdən o, hər kəs üçün parıldayır.